Salam. Salam. Üzr istəyirəm. O özünü necə hiss eləyir? Pis deyil. Zəhmət olmazsa, bir söz desəm ona çatdırarsınız. Nə olur, deyərəm. Xahiş eləyirəm. Deyin ki, biz onun günahsız olduğuna inanırıq. Oğlu da, mən də. Yaxşı, deyərəm. Biz pul gizlətməmişik. İnanın, evimizdə heç nə yoxdur. Nə gətirirdi, xərcləyirdik. Sizə inanıram. Oğlunuzdur. Xudahafiz. Çox sağ olun. İşlər necədir? Alo. Yadından çıkmayıp ki bugün ayın 9'udur. Eşitirsen beni? Hə. Ne olur olsun bugün istintaqı qutar. Niye susursan? Bugün qurtarıram. Toya çağırıblar. Əlbəttə, müəyyən mənada yəqin ki, mən qaydanı pozuram, amma neynəmək olar? Bəzən iş elə gətirir ki, qoyulan qaydaları pozmalı olursan. Məsələ bundadır ki, müəyyən adamlar bəzi mülahizələrə görə sizin işin tezliklə xətm olunub məhkəməyə getməsinə tələsirlər. Kimlərsə bu vəziyyətdən istifadə eləmək istəyirlər. Siz susursuz. Mənimsə qanuna görə istintaqı uzatmağa ixtiyarım yoxdur. İstintaq müddəti qutarıb. Mən istəyirəm ki, siz bunu biləsiniz. Sağ ol. Görürəm bu xəbər sizi heç təəccübləndirmədi. Niyə təəccüblənim ki? Elə belə də olmalıydı. Nə? Mən nə desəm, necə ifadə versəm də əhəmiyyəti yoxdur. Siz mənə iş verəcəksiniz, vəssalam.